Hörmətli Çökək əhli və Göyəm ərazi nümayəndələrinin əhatə edən yoldaşlar işləkirlər burada. Hər birinizi salamlayıram. Hər birinizə uğurlar, can sağlığı eləməklə şəxsən öz adımdan mən birini salamlayıram. Bugün burada proqramların rəhbərləri iştirak edir, onların adından. Bütün xidmət təşkilatlarının rəhbərləri iştirak edir, onların adından. Mən sizə hər birinizi salamlayır və Mart ayında olan bütün bayramlarınız xeyir olsun deyirik. Hörmətli əziz iştirakçıları, bizim görüşlərimiz bilirsiniz ki, hər ay müəyyən sürətlər əsasında ayda 4 dəfə olmaqla müxtəlif ərazi nümayəndəliklərdən, müxtəlif kəndlərdə səyyar görüşlər keçirilir. Səyyar görüşlərin əsas məqsədi yerlərdə əhali ilə görüşmək və kənddə olan problemlərin həllini bu yerdə nəzərdən keçirilmək və imkan daxilində həllindən ayrılmaq. Bu, mənim bir dənə təklifim odur ki, bu Göyəm kəndin yolları laf bərbad gündədir. Bir dənə, bayaq sizə qeyd elədiniz onu. Bir dənə mümkünsə, bir dənə bu yolun düzəlməsinə bir dənə kömək eləyərdiniz. Təzəoba küçəsində biraz bir sıra iri xırdalı problemlər var da orada. Bu qar yağanda işıq xətləri gedir bağlarla da belə. Qırıldı sinlər, 2-3 gün işıqsız qaldıq. Onu bir yola çıxartmağa dirəkləri liniyana köməklik eləyərdik. Bizim o artizan su problemimiz var. Həmin Təzəobada da bir artizan qayaz qazılmasına bilirəm, indi o dairələrdə formalaşma gedirdi, ona görə gecikdi o. Xahiş edərdim ki, o artizan da qurulmasına köməklik edəsiniz.